müharibənin birinci günü və birinci saatından İranın ali dini lideri başlı olmaqla onlarla, sonraki günlərdə artıq yüzlərlə İran rəhbərliyi sui-qəsdə düçar oldu və İranın demək olar ki, böyük ölçüdə həm raket kompleksi, həm dron kompleksi, həm hərbi anbarları, digər strateji nöqtələri olubdur. Məgər hələ Amerika Birləşmiş Ştatlarını mən kənara qoyuram. Bir dənə İsrailin orta ranglı dövlət görəvlisi sui-qəsdlə öldürülübmü? Öldürülməyibdir. Bir dənə İranın ən təsirli... İçən nazirin adı çəkildi, hər ikisi yalan çıxdı. Bəli, Netanyahu 6 parmağına göstərdilər ki, bu süni intellektdə, amma sonra Netanyahu hər iki, o deyək 5 parmağının 5-ində soxdu, o xəbəri tirajlayanların gözünə ki, mən sağam, həyatlıyam və öz planlarına davam elətdirdim. Və yenə deyirəm, Dimona şəhərinə nüvə məntəqəsinin 12 kilometrlinə düşən başlıqla Arat şəhərinə, Ortodoks Yahudilərin yaşadığı yaşayış məntəqəsinə atılan raketlər xaricində İran tərəfindən hətta atılan raketlərin belə İsraildə o qədər də ciddi dağıntılara, fəsadlara gətirib çıxarmadığını İsrail tərəfi nümayiş elətdirir. Özdə, yenə deyirəm, bir var biz bunu İsrail televiziyalarının daha doğrusu kameralarından baxaq. Mən şəxsən bunu Türkiyə kanallarına izləyirəm və Türkiyənin də oradakı ən xırda detalı belə obyektiv formada mən ifadə edirəm. Əslində bu həm də İsrailin bu müharibədə daha çox itkisilərini göstərmək üçündür. Açıq göstərirlər. Bugün qüvvələr nisbəti faizlə deyil, dəfələrlə fərqlidir. Yəni Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı qüvvələr nisbəti bu qədər fərqlidir. Adi bir rəqəmi mən ifadə edeyim. 2026-cı ilin Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsi ilk dəfə 1 trilyon dollar olduğu halda İranın hərbi büdcəsi 9,3 milyard manat edir, 10 milyard da deyirdi. Yəni 1% deyil Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsinin. Bugün İranın bir şey də nəzərə almalıyıq. Klassik müharibələrin özündə belə hücum edənlə müdafiə olunanların arasında itki sayı baxımından da, döyüşün aparılması baxımından da fərqli nəticələr var. Yəni müdafiə olunanın elə birinci zərbədən sonra atak vəziyyətinə düşməsi, ağ bayraq qaldırması demək olar ki, tarixdə bir qədər də bənzəri olan və presidenti olan faktlar yoxdur. Təbii ki, İran kimi 47 ildir, mən hərdən illüziya danışırlar, İran 2000 illik dövlət tarihi, 10-cu əsrdən 20-ci əsrə qədər bu coğrafiyanın dövlətlərini türklər qurubdu və türklər hökmranlıq edir. Yəni bunun İranın 2000 illik tarixinə nə daxili var? Qiyabı oxuyan tələbələr kimi İran 2000 illik dövlət tarixi var deyib, İranı böyütmək lazım deyil. İranın nəyi var, nəyi yox idi? 47 il ərzində məhz Molla rejiminin neftin satışından əldə olduğu pulu hərbiləşməyə və proksi qüvvələrin saxlanmasına yönəltməsinin nəticəsidir ki, bugün İran bu müqavimətini davam elətdirəcək. Halim müəllim, ötən günlərdə adları ola bilsin yadımda qalmır, çünki açıqlamalar çox olur və biz də beynimiz onların yadında saxlamaq iqtidarında deyil. Amma Avropa liderlərindən biri deyirdi ki, İran bu müharibəyə 40 ildir hazırlaşır. Və o əsaslandırmağa çalışırdı ki, İran bu müharibənin qalibi ola bilər. Amma xatırlaya bilmədim hardan oxudumsa da, kimdən oxudumsa da. Amma bilirəm ki, Avropa liderlərindən biri idi. 40 ildir bu müharibəyə hazırlaşır deyir. Almaniya... Friedrich Merz idi mi? Rəsmilərindən idi. Mən də o məlumatı izlədim. Bilirsiniz... Vadifol idi, səhv etmirəmsə, kimsə də yeni səhv eləyə bilərəm. İran 40 il deyir, mən 47 il deyirəm. Yəni, inqilabdan dərhal sonra bu müharibəyə hazırlaşır. Yəni, niyə 47 il deyirəm? İranın elə konstitusiyasında, qəbul etdiyi xarici siyasət doktrinasında İsrailə ölüm, yaxın şərqdə Şiə hilalının yaradılması. Mən məhz ona görə dedim ki, iqtisadiyyata, sənayeləşməyə, əhalinin rifah halını yaxşılaşdırmağa deyil, məhz hərbiləşməyə və proksi qüvvələri maliyyələşməyə yönəldi İran 47 il ərzində. Əslində, bugün İran vətəndaşları, sadə insanlar ki, aparır qolunun bilərziyini, boynunun qızılını, nə bilim, balalarının adına kiçik qutularda yığılan o kassa pullarını ki, rejimə dəstək üçün hədiyyə eləyir. Əslində, bu rejim gerçəkdən ölüb yerə girməlidir ki, biz bu xalqın sərvətlərini hərbiləşməyə, proksi qüvvələrə xərcləməyə, həm də özümüzün cəhli cəlalımıza yönəltdiyimiz halda bu xalq belə ağır məqamda yenə də
özünə sındırmır ki, başqa bir ölkə gəlsin. Təbii ki, bütün xalqdan söhbət getmir. Əslində bu Trump'ın yəqin ki taktikası idi. Ya daha doğrusu belə deyək, hədəfi idi ki, yəni belə düşünürdü İsraildə, İrandakı xalq əslində hakimiyyəti dəstəkləməyəcək. Yəni bu rejimi dəyişmək mümkün olacaq. Əslində A planı deyilən ki, variant var idi. Yəni havadan hücum taktikası. Bundan ibarət idi ki, rəhbərliyin məhv edilməsi ilə, strateji obyektlərin sıradan çıxarılması ilə xalqın ayaqlanması prosesi baş verəcək. Yeri gəlmişkən, ilk günlərdə Trump'ın müraciəti olurdusa, sonraki günlərdə elə demək olar ki, davamlı olaraq İsrail Baş Nazirinin İran xalqına və ayrı-ayrı İranda yaşayan etniklərə çağırışı var ki, bunu bir tarixi şans kimi, fürsət kimi dəyərləndirin, ayağa qalxın və öz azadlığınıza sahib çıxın. Bu gözləntilər var, bu istəklər var, amma bu baş vermədiyinə görə artıq B planı dediyimiz plan işə düşür. Bu da İranda quru əməliyyatlarının başlanmasıdır. Mümkündür deyirsiniz, başlayacaqlar? Mümkündür, yox. Artıq bu barədə mənə elə gəlir ki, hər iki paytaxtın, həm Vaşinqtonun, həm də Təl-Əvivin qərarı var və o qərarın icrası istiqamətində bu qədər Amerikan şəxsi heyəti regiona transfer olunur. Sadəcə olaraq əvvəl daha çox gözlənilirdi ki, elə 28 fevraldan sonra bilirsiniz ki, ilk İranda narazı xalqlardan olan Kürdlərin 5 siyasi təşkilatı bir araya gəlib, birləşib rejimə qarşı mübarizəyə qalxacaqlarını bəyan elədilər. Amma sonradan biz nəyə şahid olduq? Həm İran tərəfindən İraq Kürdistanı, Ərbili, hətta Süleymanini və digər yerlərdəki Amerika bazalarını və PJK aid olan düşərgələrin vurulmasını və 2 gün bundan qabaq İraq Baş Naziri İraqdakı İran yönümlü Şiə hərbi qruplaşması olan Haşr Şabinin özünü müdafiə məqsədi ilə hərbi əməliyyatları aparılmasına qanuni icazə verdi. Yəni, bütün bu faktlar onu göstərir ki, İraq ərazisindən İrana giriş biraz sadaladığımız səbəblərdən. Çünki faktiki bu günlərin İrandan qabağa İraqın özü düşübdür. Daxili sabitliyin itməsi baxımından, vətəndaş hakimiyyət və eyni zamanda məsləhət çatışması yenidən orada aktuallaşmaya başlayır. Həm də İran xəritəsini bir anlığa göz qabağa gətirsək, görərik ki, İranın həm İraqla, həm də Türkiyə ilə sərhəd hissəsi böyük bir dağ silsiləsi ilə əhatə olunmuş vəziyyətləri. Bu hissədən quru qoşunlarının hərəkət keçməsi, bayaq qeyd etdiyimiz kimi, hücum edənlə müdafiə olunanların mövqeyi baxımından Amerika tərəfinin və onun müttəfiqlərinin bu koalisiyada kim olacaqlarsa, onların itkilərini artıra bilər və İranın müdafiəsinin təbii şərtlərlə, o dağlarla əhatə olunması sanki İran müqavimətini daha güclü edə bilər. Mən elə hesab edirəm ki, Ləman xanım, düzdür, bizim yerli ekspertlərdə, Türkiyə ekspertlərdə, elə xarici ekspertlərin də daha çox adını hallandırdığı Xark adasıdır, Kiş adasıdır və digər bir neçə körfəzdə yerləşən adalardır ki, ilk olaraq bura qoşun çıxarılacaq və bunun ardınca liman şəhərləri olan Bəndər Abbas və bu şəhər istiqamətində daha doğrusu İrana qarşı quru əməliyyatına başlayacaqdır. Birincisi, istər Xark adası olsun, istər Kiş və digər adalar. Mənə elə gəlir ki, bu adalara birinci mərhələdə qoşunun çıxarılması, ora çıxarılan qoşunun hədəf taxtası kimi təqdim olunması anlamına gəlir. Çünki İran əgər Qarsiya adasını 4000 kilometr uzaqdakı Qarsiyanı vura bilirsə, 1000 kilometrdən uzaqdakı İsrail ərazisini, 150 kilometr aralıdakı körfəz ölkələrin ərazisini vura bilirsə, özünün necə deyirlər, dəniz sərhədində yerləşən, özünə məxsus olan adalardakı Amerika piyada qoşunlarının cəmləşməsini daha tez hədəf ala bilər. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları daha çox İranın sahil xəttinə qoşun çıxartmaqla, həm də həmən adaları bir növ heç bir güllə atmadan, necə ki 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan ordusu Ağdam, Laçın və Kəlbəzəri bir güllə atmadan işğaldan azad etməyə nail oldu. İrana qarşı da belə bir quru əməliyyatları olacaqsa, o birinci adalar olmayacaqdır. Adaların önündəki materik hissə olan İran ərazisinə qoşun çıxartmaqla əslində həmin adaları, yenə deyirəm, bir güllə atmadan əldə etmək daha rahat olacaqdır Amerika Birləşmiş Ştatları üçün. Amma mən düşünürəm ki, Amerika İrana adı çəkilən şəhərləri də hədəf götürməklə, amma ildırım sürətli irəliləmək planını
Ərəb dənizi istiqamətində Oman körfəzində yerləşən İranın başqa bir liman şəhəri. Son zamanlar həm Çinin, həm də Hindistanın diqqət mərkəzində olan Çabahar şəhəri deyilən bir kiçik şəhər var ki, o istiqamətdən daxil olmağa üstünlük verəcəkdir. Bu, bilirsiniz nəyə bənzəyir? Daha çox bu şəhərin Bəndər Abbasın, Xark adasının, Kiş adasının adının hallanması. Boksda belə bir maraqlı taktika var. Sağı göstərib soldan zərbə endirmə və ya əksinə. Bugün Çabaharın adının hallanmaması, daha çox bu bir istiqamətləri adının çəkilməsi, yer gəlmişkən İran tərəfi də son günlərin məlumatıdır ki, Xark adasına özünün quru qoşunlarının bölmələrini yerləşdirir ki, olası qarşı durmada Amerikan ordusu ilə belə deyək də üzrə hərbi əməliyyatlar aparsın. Mən düşündüyüm kimi Çabahar istiqamətindən əgər daxil olmuş olarlarsa qoşunlar, əvvəla Çabahar İranın Bəlucistan adlanan Ostanının ərazisidir və İranda bugün ən çox hakim rejimindən narazı olan, yer gəlmişkən Bəlucilər da həm də məzhəb baxımından şiə deyil, sünnüdürlər və Bəlucların özü də İran hakim rejimindən ən narazı olan, həm də kifayət qədər silahlanmış qruplaşmalardır. Bəlucistan ərazisidir və bu ərazinin müəyyən bir hissəsinin Amerikanlar tərəfindən tutulması orada elə ən azı Bəlucların özünün müqavimət hərəkatının toparlanmasına gətirib çıxaracaqdır. Və bayaq qeyd elədim, İranın əraziləri həm şimaldan, həm də cənub istiqamətindən, dağ silsilələri ilə belə deyək, təbii bir müdafiə qalalarına bənzəyir. Amma İranın körfəz, daha doğrusu Oman körfəzindən, Bəlucistan istiqamətindən və Pakistan və Əfqanistan sərhəddi boyunca əraziləri böyük səhradır. Və bu səhraların da adı İsti Səhra və Duzlu Səhra adlanan böyük, hətta xəritədə baxsa bizim dəyərli izləyicilər, o səhranın ortasında Azərbaycanın özündən böyük bir əhali yaşamayan boş ərazilər var. Yəni bu dərəcədə böyük bir boşluq var və bu boş səhranın mərkəzində də, yuxarı hissəsində İranda Tehranın özü qədər ideoloji baxımdan ondan daha böyük əhəmiyyət olan 9-cu imamın dəfn olduğu Məşhəd şəhəri var. Yəni Məşhədin dini əhəmiyyəti, ideoloji əhəmiyyəti İran cəmiyyəti üçün və İran molla rejimi üçün Tehrandan heç də az əhəmiyyət kəsb eləmir. Qum qədər əhəmiyyətlidir. Qum təhsil mərkəzidir. Məşhəd isə dediyim kimi, siz bir şey nəzərə alın ki, Larizanın vəsiyyəti ilə onu apardılar, Məşhəd şəhərinə dəfn elədilər. Və digər İranın, belə deyək, o elit insanları ölərkən deyir, gəzməyə qərb ölkə, ölməyə vətən yaxşı. Tehranda, digər şəhərlərdə yaşamaq üstünlük versə də, amma dəfn olunarkən Məşhədə üstünlük verilir. Yəni Məşhəd bu baxımdan, yəni deyirəm, ideoloji ağırlığı Qumdan qat-qat irəlidədir və Tehran bir paytaxt kimi Tehranın özü ilə başa-baş gələcək bir şəhərdir. Bu ərazidən İran hücum olarsa, İranın orada müdafiə xətti demək olar ki, yox səviyyəsində və bu İranın, mən deyərdim, zəif bəndidir. Sürətlə Məşhədə qədər irəliləyə bilsə Amerikan ordusu, bu faktiki molla rejiminin, mən deyərdim ki, bir panik vəziyyətinə sala bilər və mərkəzdən qaçmanı sürətləndirə bilər ki, mən düşünürəm ki, quru əməliyyatları olacaq və olacağı təqdirdə də bu istiqamət çox böyük ehtimalla ki, Amerikan ordusuna yaraşacaq bir taktika var ki, onlar sürətlə irəliləmə planının üzərində iş aparırlar da, məhz bu istiqamətdən olacaq.